Maraqlıdır, hər il büdcəmizdə elmin inkişafına xeyli vəsait ayrılır. Amma bu vəsaitin nə qədəri birbaşa alimə çatır? Təsəvvür edin, Milli Elmlər Akademiyasında elm işçi vəzifəsində çalışan gənc bir alim 10-cu dərəcə ilə 420 manat 62 qəpik, 11-ci dərəcə ilə 431 manat 4 qəpik, 12-ci dərəcə ilə 453 manat 2 qəpik təmiz maaş alır. Böyük elm işçi isə 13-cü dərəcə ilə 464 manat 80 qəpik, 14-cü dərəcə ilə 483 manat 52 qəpik maaş alır. Halbuki 2023-cü ilin yanvar-iyul ayları üçün ölkədə nominal orta aylıq əmək haqqı 925,3 manat, paytaxtda isə orta aylıq nominal əmək haqqı 1179,8 manat təşkil edib. Yəni, paytaxtda yaşayan alim buradakı orta aylıq əmək haqqını